Yol sizindir kardeş. Her bir anda yol sizindir. Bizim özümüzün burada çəkiliş apardığımız müddətdə də bu qaydalara riayət etməyən sürücülərə də qarşılaşdıq. Bu reportaj 5.53 nişanının yeni təyin alındığı yollarda çəkiliş zamanı ortaya çıxan real görüntüdür. Amma bu real görüntü həm də düşündürücüdür. Çünki sürücülərin bir çoxu bu nişanın yeni təyinatına əlavə ümumiyyətlə nişandan xəbərsizdilər. Süjet efirə gedəndən sonra isə şəhərlərdə də bu çaşqınlıq açıq-aşkar görünürdü. Yəni söhbət təkcə bir nişandan getmirdi. Bəs problem nədədir? Məsələ yeni qaydalardadırmı, öyrədilmədədirmi, yoxsa nədədir? Keçə bilərsiniz artıq. Sağa dönüb gedək. Bəli, tam rahat şəkildə. Yolu sizin ixtiyarınız var, keçə bilirsiniz. Bəli. Məsələnin əsl səbəbinə keçməzdən öncə qeyd edək ki, qanunvericiliyə edilən ən son əlavə və dəyişikliklər vaxtaşırı olaraq yol hərəkəti qaydaları kitabında öz əksini tapır. Kitabın müəllifi professor Əziz Talıbovun sözlərinə görə sürücülər arasında çaşqınlıq yaradan 5.53 nişanı da nəşrə edilən əlavə yeniliklər sırasındadır. Söhbət konkret 5.53 nişanından gedirsə, daimi sağa dönmə nişanından, bu nişan bizim qanunvericiliyə, yol hərəkəti haqqında qanuna 2019-cu ildə əlavə edilmişdir. Bu kifayət qədər böyük bir müddətdir ki, bu nişan qanunvericidə var. Və o nişan qanuna əlavə edildiyi dövrdən də kitablarda öz əksini tapmışdır. Kitablarda var. Biz hətta bu nişanın təbliğ edilməsində, onun haqqında izahların verilməsi istiqamətində test sualları, müəyyən izahlar tərtib etmişik. Sürücülərin nişanın quraşdırılma yeri ilə bağlı iradlarına gəlincə, qanunun 59 və 76-cı maddələrində bu barədə ətraflı məlumat verilir. Əziz Talıbov deyir ki, Azərbaycanda nişanların quraşdırılması ilə bağlı yeni standartlar qəbul edilib və orada nişanların harda və necə yerləşdirilməli olduğu dəqiq göstərilir. Nişanların quraşdırılması qaydaları var və biz bilirik ki, Azərbaycanda bu yaxınlarda standart da qəbul edilib. Nişanların quraşdırılması ilə bağlı bir standart qəbul edilib. Bu nişan qanunvericilikdə qeyd olunub ki, svetoforla birlikdə quraşdırılmalıdır. Şaquli quraşdırılıbsa svetofor qırmızı işığın sağ tərəfində quraşdırılmalıdır. Bir sözlə bunun mənası ondan ibarətdir ki, sürücü qırmızı işığı gördükdə onun yanında 5.53 nişanını da görməlidir. Bəs bəzi sürücülərin bu cür yeniliklərə birmənalı yanaşmamasının səbəbi nədir? Nəqliyyat eksperti Elməddin Muradlı bunu